Deməli, əvvəlcə karbonu həyəcanlandırırıq. Deyirik ki, karbon normalda hidrogen misalları göstərmişdim. Çox vaxt həyəcanlanmaq xoşlayır. Burada həyəcanlanma biri gəlir buradan. Bax, buna keçir. Olur K1, K3. Yəni, bunun 4 dənə tək elektronu var. Yəni, bunları artıq siz yuxarı siniflərə atladıqca daha yaxşı biləcəksiniz. Oksigenlə təmasda olanda karbon elə bil 4 dənə tək var. 4 tərəfdə nöqtə qoymuşam. Oksigenin isə 2 dənə təki var. 2 dənə tək olduğuna görə və axırıncı səbəqədə bir dənə elə bir cüt hissəsi var. Cütünü bura yazmışam. Təklərini də səliqəli olsun deyə əslində belə yazacaq axırda, bu formada da. Sadəcə hələ təzə öyrənsiniz deyə, həm də məktəbdə Sevinc müəllimə icra gəldi. Ona görə tam fikrimizi çatdıra bilmədik. Qarışıqlıq oldu, səslər qarışdı bir-birinə. Növbəti dərsdə indi izah eləyərəm. 4-cü məktəbdə. Deməli, burada oksigenin, deməli, 2s2-sini burada cütünü göstərmişəm. Bunun da hələ bir dənə cütü var. Onu da bir tərəflərdən çəkə bilərik. Məsələn, buralardan çəkə bilərik. Amma 2 dənə təki var. Birini bura tək qoymuşam, birini bura tək qoymuşam. Bunun elə bir təkinlə, hər oksigenin 2 dənə təki var. Karbonun 4 dənə təki var idi. Deməli, ikisini bu oksigenə sərf eləyir. İkisini də bu oksigenə sərf eləyir. Aydındır? Ümumilikdə karbon 4 dənə xətti oldu. Oksigen 2 dənə. Çünki oksigenin 2 dənəyə ehtiyacı var. Oksigen isə, karbon isə 4 dənə tək olduğu üçün 4 dənəyə elə bir ehtiyacı olmuş kimi oldu da. Aydın oldu. Məsələn, karbonu obşu saysam artıq, həqiqətən 1, 2, 3, 4, 5, 6, 7, 8 olacaq. Oksigen isə neçədən ehtiyacı var? İkisi ehtiyacı var idi da. Və cütləri var. 2, 4. Bunu elə bir oksigenə bu bütün sayanda 2, 4, 6, 8 olacaq. Siz oksigen 8-də tamamlanır. Bax, bu oksigen üçündür. İkisi var idi. Burada bir cüt məsələn budur. Bir cütünü aşağıda çəkirəm 4. Özündən bir yerdə 6. Axırıncı səbəqədə 6 dənə elektron vardı. Karbonçularla da ümumi əlaqə elədəndə o da 8-ə çatır. Yəni, özlərini oktet qaydasına uyğunlaşdırırlar.